Alimlər buyururlar ki, sübh azanından sonra Quran-ı Kerim oxumağa vaxt ayırın. Bunun səbəbi nədir? Buna bir cavab verin zəhmət. Hacı buyurursunuz. Buyurun hacı siz. Siz də kömək edin. Alimlər buyururlar ki, sübh vaxtı ayə oxuyun. Quran-ı Kerimi oxumağa vaxt ayırın. Əvvəla, əleykə bitilavətil Quran əla kulli halin. Peyğəmbərin sözüdür. Hər halda Quran oxu, əmirül müminə deyir. Hər halda Quranla ünsür, rabitə qur, bu bir. İkinci məsələ, Quran-ı Kerimdə sübhdən qabaq çox tövsiyə olunub, bu da öz yerində. Alimlər fikrinə gələcəm. Qumil leylə illə qalila, və rəttil Qur'anə tartila. Bir Allah hacı da toxundu ayəyə. Gecə vaxtı durmaq ayağa, gecə vaxtı Quran oxumaq, Allahla ünsiyyət qırmaq. Fəqrə Gecə olmaq, axı, təyyəssər bir dənə, əhsən. Bir dənə məsələ var da, hacı, Quran tam mənada haçan nazil olub. İnna ənzəlnahu fi leylətil qadr. Leylə, gecə. Ümumiyyətlə, maraqlı məqam var. Bu gecə nədirsə, çox maraqlıdır. Peyğəmbər Meyraca nə zaman getdi? Subhanəlləzi əsra bi əbdik leylən. Kilit nöqtədir gecə. Quran tam mənada haçan nazil olur. İnna ənzəlnahu fi leylətil qadr. Fi leylətin mübarəkə. Fi leylətin mübarəkə, bərəkətli gecə. Bu gecə bu öz yerində. Bir dənə sübh vaxtı deyiblər, niyə oxuyun? Ümumiyyətlə, Oqtay, mən bilirsiniz yəni ki, sübh vaxtı gün çıxana qədər yatmamaq tövsiyə olunur. Hamı deyəcək ki, qanımızı qaratmır, sübh dururuq, sonra yatmaq istəyirik, gül kimi o da. Yox, yuxunun ən şirin vaxtı. Hə, qurban olduğum da elə bil Allah adamı imtihan eləyir. O vaxtı, çünki ruzilərin bölündüyü də vaxtı, biləsiniz. Ruzilər bölündüyü vaxt, istər maddi, istər mənəvi. Musa Peyğəmbərin qövmünə ki, ruzi gəlirdi, ya halva deyə gəlirdi, nə bilim bir. O plus nə zaman gəlirdi? Mənna və səlva. Sübh azandan gün çıxana qədər. Onlar ki, yatıb qalırdılar, səhər dururdular, gəlib götürməyiblər paylarını. Gelirlər onun qapısını döyürlər ki, mənə o halvadan biraz verəyim. Öz rusunu gəlib özü götürməyəndə gəlib başqasının qapısını döyürdü. Aydındır. O vaxt ruzilərin bölündüyü vaxt. İki. Bir də o vaxt asudəlikdir. İndi hacı da kömək eləsin mənə. Bəli, bəli. İnsan zehni asudədir. Aramsan, rahatsan. Həm fəza sakitçiliyidir. Yəni, bəzi halda, məsələn, bizim sözümüzün təsiri, çağırışlarımız, münacatlarımız, o səsküy vaxtına təsadüf edir. Yəni, pis xasiyyətli insanlar deyim, günahkar insanlar deyim, onlar biz istər-istəməz onların atmosferi müəyyən mənfi təsirləri olur. Sübh çağı adətən hamının yatdığı vaxtda, yəni o saatda durub namaz qılıb Quran oxumağın daha təşviq olması, o saatın, o anların, Allahla rabitənin ən münasib vaxtlarıdır, ən bəyənilən vaxtlarıdır. Sən də uşaq varsa evdə, əgər çox, onlar da yatıblar, sakit nə qədərsə mütaliə elə filan. Bəli. Bir mərkəb, Allah qəbul edəsin. Bir mərkəb var ki, deyir, Allaha yetişmək üçün övliyalar üçün, o mərkəb gecə. İmam Həsən Əskərdən nədir? Gecə mərkəbidir ki, ona minməyən ora çatmayacaq. Həsən, gözəl hədisdir o. Deyir, onu o gecə olmadan əl-vusul, vusul yəni qovuşmaq qeyri-mümkündür, Rəbbə. Allah o gecələr əlimizdən almasın. Amin inşallah. Mən tövsiyə edirəm həmişə dostlara, qardaşlara, ilk öncə özümə tövsiyə edirəm ki, Allah gecə vaxtı qalxıb Allah Allah deməyi hamımıza nəsib eləsin inşallah. Maşallah.